Esselamu Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. Elhamdülillahi'llezî cealel hamde miftahan lizikrih ve sebeben lil mezidi min fadlih ve dalilen ala alaihi ve azametih. Vessalatu vesselamu ala abdillahi ve rasulih ve sefiyyihi ve habibih ve hafizi sirrih ve mübelliği risalatih seyyidina ve nebiyyina ve mevlana Ebil Qasimil Mustafa Muhammed. Ve ala Ali'in emiril mu'minin ve alel Hasan vel Husayn ve Ali ibn Husayn ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed el Hasan ibn Ali vel Hüccetil Qaimil Mehdi. Allahümme salli ala cemi'il enbiya vel murselin ve şühedâ ve siddiqin. Allahümme gfir lil mu'minin vel mu'minat vel muslimin vel muslimat el ahyai minhum vel envat. Usikum ve nefsi bi tegvallah. Size ve özüme ilahi tegvaya riayet eləməyi tövsiyə edirəm. Keçən həftələrdə bir mövzu ətrafında danışırdıq ki, o mövzunun adını dindarlıq, bəndəlik məharəti qoymuşuq və bu bəhslər əsnasında qeyd elədik ki, insanın Allaha doğru düzgün bəndə olması üçün bacarıq və məharətə ehtiyac var. Və o barədə ətraflı danışdıq. Qeyd elədik ki, dindarlığın ən əsas, ən başlıca məharəti, bacarığı insanın diqqətidir. İnsanın diqqət eləmək bacarığıdır. Nəyə diqqətini yönəltməsidir. Bu çox önəmli məsələdir. Bəzi insanlar o qədər zəif insanlardır ki, ancaq diqqətlərini kənardan hara yönəldirlərsə o şeyə diqqət eləyirlər. Bu insanın zəifliyinin əlamətidir ki, onun diqqətini, fikrini kənardan idarə eləsinlər. Kimlərsə onun fikrini, diqqətini öz istədiyi səmtə yönəldə bilsin. Amma qüdrətli insanlar o insanlardır ki, fikirlərinin ixtiyarı öz əllərində olsun və diqqətini lazım olan məsələlərə yönəldə bilsinlər. Bəzi insanlar bu qüdrətə malikdirlər ki, istədikləri lazım olan şeylərə diqqət eləyə bilirlər. Qeybə diqqət eləyə bilirlər. Allahın bizdən istədiyi əsas məsələ bizim qeyb aləminə diqqət eləməyimizdir. Hadisələrdən düzgün nəticə çıxartmağımızdır. Allahın bəndəsindən istədiyi budur. Dinin əsas işi insanın diqqəti iləndir. Əməldən də önəmli fikrin hara yönəlməsidir. Əməldən də mühüm məsələ budur. İbadətlərin də fəlsəfəsi budur. Əqimis salətə li zikri. Allah namazın fəlsəfəsini Quranda belə buyurur. Buyurur, namaz qıl ki, mənə diqqət eləyəsən. Namaz diqqət yönəltmək üçündür. Həcc diqqəti yönəltmək üçündür. Oruc diqqəti yönəltmək üçündür. Bütün ibadətlərin fəlsəfəsi budur ki, pərdə arxasında olan Allaha insan özü könül xoşluğu ilə diqqət eləsin. Hansısa bir cazibə baş vermədən, hansısa bir xüsusi önəmli hadisə baş vermədən insan özü öz diqqətini pərdə arxası məsələlərə yönəldə bilsin. Hədislərdə var ki, mömin necə insandır? Mömin o insandır ki, bədəni cəmaatın içindədir, ruhu Allah yanındadır. İnsanlar içində yaşayır, fikri isə Allahın yanındadır. Bu, böyük bir məharətdir insan üçün. Bu məharət tələb eləyən məsələdir. İnsan böyük hədəflər üçün yaranıb. İnsan yaranmayıb ki, oğurluq eləməsin, yalan danışmasın, qeybət eləməsin. İnsanın yaradılışının nəhayət məqsədi bunlar deyil. Musa aleyhissalam Allah'tan soruşur bir gün ki, ilahi sənin yerin hardadır? Hərçənd ki, Həzrəti Musa bilir ki, Allah məkana sığmır. Amma bu belə demək mümkünsə irfani söhbətdir Peyğəmbərlə Allah arasında. Soruşur ki, sənin yerin hardadır? Deyir, ey Musa, mən yerə göyə sığmaram, mən məkana sığmaram. Amma istəsən biləsən ki, yer təsəvvür eləmək istəsən mənim üçün, İstəsən təsəvvüründə canlandırasan ki, mən bir yerə sığaram, o müminin qəlbidir. Müminin qəlbi mənim ərşimdir, mənim məkanımdır. Mən orada qərar tapmışam. Bu çox böyük sözdür, çox
təfsirə ehtiyacı olan sözdür ki, Allah buyurur ki, bu mömin insanın qəlbi mənim ərşimdir, mən orada qərar tutmuşam. Gör insan nə böyük qüdrət sahibidir ki, yerə göyə sığmayan Allah buyurur, mən müminin qəlbinə sığışaram, yerləşərəm. İnsanın yaradılış hədəfi çox böyükdür. İnsan böyük qüdrət sahibidir. Amma təəssüf ki, bu boyda qüdrət sahibi olan insan bəzən o qədər aciz olur ki, öz fikrini, diqqətini idarə eləmək gücünü itirir. Bu insan üçün ciddi böyük bir nöqsandır. Ona görə də insanın həyatda nəyə diqqət eləməsi olduqca önəmli hadisədir. Bunu zəif bir şey hesab eləməyin, əhəmiyyətsiz bir şey saymayın. İnsanın fikri hardadır, hara yönəlir, hər hadisədə nəyə diqqət eləyir? Bəlkə deyərəm dinin 80-90% budur. İnsan bunu bacarsın. İsa aleyhissalam yol gedir öz sahabəsi ilə, həvarisi ilə. Həvari İsa'nın sahabələrinə deyilir, xüsusi sahabələri. İsa aleyhissalam gəlir, bismillah deyir, çıxır suyun üstü ilə getməyə başlayır. Bilirsiniz də İsa peyğəmbər suyun üstündə gəzirdi. İsa aleyhissalam suya ayağını qoyur, gedir, sahabə dayanır. Sonra arxaya baxır, niyə dayandın? Cavab verir ki, mənim bacardığım işdir bu suyun üstü ilə yerimək. İsa aleyhissalam ona deyir ki, bu sənin üçün qəribə bir iş görsənir. Mən ki suyun üzərində gedirəm, o qədər də çətin məsələ deyil. Mən bir şeyə diqqət edirəm ki, aləmin, hər şeyin qüdrəti Allahın əlindədir. Allaha diqqət elədiyimə görə, Allahın qüdrətinə şübhə eləmədiyimə görə Allah bu bacarığı mənə verir. Mən böyük bir iş görmürəm. Bir şeyi başa düşmüşəm ki, Allah hər şeyə qadirdir. Odur ki, belə rahat su ilə gedirəm. Sən də diqqət elə, nəzəri yönəld Allaha, gəl dalımca. O da bismillah deyir, biraz sözün təsiri tutur onu, Allaha arxalanır, Allaha yönəlir, düşürlər, ikisi gedirlər. Biraz gedəndən sonra birdən bu yıxılır suya. İsa aleyhissalam baxır arxaya, görür bu yıxıldı. Nə oldu, yıxıldın? Deyəsən səni qürur götürdü, deyir bəli. Mən gedə-gedə birdən baxdım, dedim bu ki heç Allahın elçisi, peyğəmbər. Gör mən kiməm ki, mən də suyun üstündə gedə bilirəm. Diqqət mənə yönəldi, yıxıldı yerə. Diqqət Allahdadır, suyun üstündə yol gedir. Heç bir əməl baş vermədi. Görün, diqqət nə qədər önəmli məsələdir. Siz indi din yolunu təsəvvür eləyin, dənizdə getməyi, dəniz üzərində gəzməyi, sırat-ı müstəqim təsəvvür eləyin. Nə qədər bu yolda insanın diqqəti Allahdadır, irəliləyir. Harda mənəm dedi, elə o sırat-ı müstəqimdən büdürür, düşür yerə. Görürsünüz ki, bir şeyə diqqət eləmək insanı hansı qüdrətə çatdırır? Fikir, heç nə baş verməyib. Fikir özünə, mənə yönələn kimi süqut eləyir. Görün, fikir nə qədər mühüm məsələdir. Fikrin hara yönəlməsi nə qədər önəmli məsələdir. Bu, bəndəliyin birinci məharətidir. Bu barədə keçən həftələrdə danışdıq. İstəyirəm bu bəhsi saxlayaq, keçək bəndəliyin ikinci məharətinə. Ki, Allaha doğru düzgün bəndə olmaq üçün daha nə tələb olunur, nəyi insan bacarmalıdır, nəyi bacarmalıdır. İkinci məharət, eşitdiyiniz mövzudur, yenə də qayıtmaq istəyirəm ona. İnsanın özü ilə mübarizə aparmaq məharətidir, nəfsi ilə mübarizə aparmaq bacarığıdır. Bu çox mühüm məsələdir. Bəndə olmaq istəyən bunu bacarmalıdır ki, özünə yox deyə bilsin. Bunu eləyə bilməsə heç nə çıxmaz ondan. Bu bir mənalıdır. Yəni, müzakirəyə ehtiyac olmayan məsələdir. İnsan Allaha doğru düzgün bəndə olmaq üçün özünə qarşı mübarizə aparmağı bacarmalıdır. Bu bacarığı özündə tərbiyə eləməlidir. Özünə qarşı qiyam eləməyi bacarmalıdır. Xüsusən indiki dövrdə bu çox çətinləşib. Əvvəllər də həmişə çətin olub, indi xüsusən çətinləşib. Ona görə çətinləşib ki, indi dəbdədir bu. İndi dünyada dəbdə olan budur ki, insan ürəyi istəyəni eləsin. Bunu təbliğ edirlər. Bunu nəzəri şəkildə əsaslandırıb təlim kimi ortaya qoyurlar ki, insanın xoşbəxtliyi budur ki, insan o zaman xoşbəxtdir ki, keyf eləyir, ürəyi nə istəyir onu eləyə bilir. Və deyirlər, cəmiyyətdə də belə bir düzən yaranmalıdır ki, hər adam ürəyi istəyən şeyləri eləməlidir, bacarmalıdır. Onun sərhəddə haracandır, niyə ora qədərdir? Hamısı danışılmış mövzulardır ki, o barədə də eşitmişsiniz. Bugün insanın öz ürəyi istəyən kimi yaşamağı, keyfi istəyəni eləməyi pis bir şey sayılmır. Əslində Allah nəzərindən çox pis bir şeydir. Amma elə bir
ənənələrin əsası qoyulub, elə bir fəzada insanlıq yaşayır, həyatını davam edir ki, bu şey insanlar üçün eyib sayılmır. Din yolu getmək istəyən üçün. Allaha diqqət eləməkdən sonra ikinci ən önəmli məsələ budur ki, özümə qarşı nə edə bilirəm, öz istəyimə qarşı gedə bilirəm ya yox. Bu məharət çox mühüm məsələdir. Bütün dini hökmlərə baxın, Allaha doğru getmək istəyən insan, ariflərin hansının yanına gedin, deyin ki, mən istəyirəm Allaha tərəf addım atam. Nədən başlayayım? Deyirlər, namazı əvvəl vaxtda qıl, azan vaxtında. Namazın əvvəl vaxtında qılınması ən vacib tövsiyədir. Niyə? Niyə bu qədər mühümdür? Ona görə ki, namazı əvvəl vaxtda qılmaq mübarizə tələb edir insandan. Bir insan sübh namazını, günorta və axşam namazını bir il ərzində məsələn vaxtında qılsa çox şey əldə edir. Niyə? Çünki səhər gərək yuxu ilə mübarizə aparsın. Namazı əvvəl vaxtda qılmağın qiyməti bundadır ki, nə ilənsə mübarizə aparmalısan. Azan verildisə yuxudan durmalısan. Bax bu mübarizəyə görə deyir namazı əvvəl vaxtda qıl. Namazı azan vaxtında qıl. Günorta hansısa bir işlə məşğulsan, azan verilir, gərək namazdan ayrılasan. İşdən ayrılasan, namaza yönələsən. Yenə də mübarizə. Axşam da elə. Bu mütəmadi olaraq eyni vaxtda davam edirsə, insan istər-istəməz namaz vaxtı özü ilə mübarizə aparır. Biri var yo, hər işimi görüm, keyfim, ürəyim istədi, axşama qədər vaxt var, 2-dən ta indi saat azanın vaxtı gəlib, ona qalmış. O vaxta qədər ürəyim istəyən vaxtda namaz qılın. Bir də var yox, namaz məni nədənsə ayırsın, içimdə mübarizə yaransın. Çünki hər azan vaxt biz namaz halında olmuruq. Hər azan vaxtında biz ürəyimiz nə ilənsə məşğul ola bilər. Nəsə başqa bir şeyə yönələ bilərik. Ona görə deyir, namazı əvvəl vaxtda qılmaqdan başla. Çünki namaz səni sevdiyindən ayırır. Yəni mübarizə nəticəsində namazı vaxtında qılırsan. Qiymət, dəyər namazdan da çox bu mübarizədədir. Önəmli məsələ, ən önəmlisi bu mübarizədir. Amma qəribə işləri var Allahın. İndi bir müddət sən namaz qılırsan vaxtında. Məhəbbət yaranır ürəyində namaza. Yavaş-yavaş namaza bağlanırsan. Ha? Artıq namaza bağlanırsan, mübarizə olmur sənin içində, namazı sevirsən. Burada gəlir neynir? Burada gəlir başqa bir imtahan göndərir namaz vaxtında sənə. Namazdan mühüm bir iş göndərir. Hansısa bir adamın başına bir iş gəlib, sən onu həll eləməlisən. Burada artıq namazı əvvəl vaxtda qılmaqla imtihana çəkilirsən. İndi deyir, mübarizə apar, namazı qılma, ged onun işini həll elə. Ged ona kömək elə. Allahın belə işləri var. Mən bunu sizə danışmışam. Ayətullah Büruzirdiyə gəlib deyirlər ki, bir nəfər filan kəs adında, nə bilim kimdir, adını heç mən bilmirəm. O adamı sən istəyirik ki, sən o filan şəhərdə nümayəndə təyin eləyəsən. Sənin adından xums yıxsın cəmaatdan. Axı müştəhidlərin nümayəndələr olur ki, cəmaatdan o vacib xumsu, zəkatı yığır. O hər zamanda olub. O zamanda da olub. Deyir ki, onu istəyirik sənin yerinə özün də yəni nümayəndə təyin eləsən. Biz təqdimatını veririk ki, çox salih adamdır, düz adamdır filan. O da deyir, mən sizə etibar edirəm, siz adil adamsınız, onu təqdim elədiniz deyə mən razı. Götürür kağız yazmağa ki, məsələn filan kəsi öz adımdan filan şəhərdə nümayəndə təyin edirəm. Bunu yaza-yaza bunlar da biraz da tərifləmək üçün deyirlər, ağa 30 ya 40 ildir bu filan şəhərin məscidində cəmaat namazı qılır, namazı hər dəfə əvvəl vaxtda qılıb cəmaatla. Bir dəfə onun namazda olmamağını görən olmayıb. Hər gün namazlarını cəmaatla fəzilətli vaxtda qılır. Bunu dedilər, deyir, Ayətullah Büruzirdi saxladı yazını, bükdü kağızı qoydu qırağa. Dedi, bir başqa vaxtda yazaram. Dedilər ki, ağa, nə oldu ki, nə baş verdi? Nə baş verdi ki, səbəb olsun siz onu nümayəndə təyin eləməyəsiniz? Dedi ki, inanmıram, bir adam 30-40 il namazdan bir mühüm bir işi çıxmaya qabağa ki, cəmaat namazını o işə görə saxlasın. Əgər belə olmayıbsa, 40 il bu adamın qabağına namazdan mühüm bir iş çıxmayıb, buna inanmıram. Çıxıb eləməyibsə, namaza əvvələ salıbsa, bu da göstərir ki, bunun nöqsanı var. Hələ ehtimal əsasında, dedim, mən bu cür adamı özümə nümayəndə təyin eləməyə çəkinirəm. Bax, dinin belə qəribəlikləri var. Din bəzən yaxşı, təkcə günahla yox, yaxşı işlə bizi imtihana çəkir.
Bəzən biz yaxşı işin özünə bağlanırıq, namaz məqsədə çevrilir, ürəyimiz namazı istəyir, Allah gəlir o istəyimizi də vurur. Ki yox, mühüm istəməkdir, mühüm istəyə qarşı getməkdir. Mühüm istəyə qarşı getməkdir. Mühüm olan nəfslə mübarizədir. Bəzən yaxşı işlərə də bağlananda insan bütə çevirir, namaz özü bütə çevrilə bilər insan üçün. Bu Allahın insanla rəftarıdır, davranışıdır. Allah belə davranır. Şeytanın misalını çəkir Quranda. Şeytanın misalı çox ibrətamizdir. Hədisdə var 6000 il şeytan Allaha ibadət elədi. İbadətə bağlanıb. Bircə dəfə dedilər ki, Adəmə səcdə elə. Dedi, yox, eləmirəm. Eləmirəm, süqut elədi. Niyə? Çünki bircə dəfə bunun içində mübarizə yarandı, təkəbbür baş qaldırdı. Bu təkəbbür ayağının altına qoyub səcdə eləməli idi, eləmədi. O ilə də süqut elədi. Hərçənd ki, ibadət eləyirdi. Amma ibadət onun bütü idi. İbadətin özünü büt qərar vermişdi. İbadətə könül bağlamaqdır. Mühüm olan o bir an. O an ki, səndən mübarizə tələb olunur. O dedi ki, xələqtəhu min tin. Onu torpaqdan yaratmısan. Məni oddan yaratmısan. Mən ondan üstünəm. O kimdir ki, mən ona səcdə eləyim? O bir dəfə nəfsinə itaət eləməyinə görə 6000 il ibadət getdi. Deməli, mühüm olan ibadətdir, mühüm olan namazdır, mühüm olan budur ki, insan istəyinə qarşı gedə bilir, yoxsa yox. Adamlar var, namazlarının arxasında gizləniblər. Namazlarının arxasında gizlənib nəfsinə qulluq eləyir amma. Namaz bunun üçündür, biz namazın dalında gizlənək. Namaz bunun üçündür ki, elə biz içimizlə mübarizə aparaq. Namaz bunun üçündür ki, biz nəfsimizlə mübarizə aparaq. Allah imtihanlar göndərir insanların qabağına. İstəyir ki, insan yaxşı işlə bəzən sınağa çəkilir. Bir nəfər adam var, bilmirəm onun adını siz eşitmişsiniz ya yox, Hacı İsmail Dulabi. Mən onun disklərinə qulaq asmışam, yəni müasir dövrdə yaşayan adamdır. Hərdən də bəzən görürsən məscidə gəlməmişdən cümə günlərində onun nəsihətlərinə qulaq asıram ki, özümə əvvəl nəsihət olsun ki, sonra gəlim cəmaata nəsə deyə bilim. Adama təsir qoyur. Elə də olmayıb ki, ona bir neçə cümlə sözünə qulaq asırsan, insanı dəyişir, sözü dəyişir. Belə bir insandır. Olub, indi rəhmətə gedib. O deyir, necə oldu ki, sən belə bir dərəcələrə çatdın? Özdə ruhanidir, əmmaməli zaddır, heç nə, dini təhsil almayıb, amma hikmət sahibidir, nəsihət eləyir insanları. Deyir, necə oldu? Deyir, mən cavanlığımda Nəcəfə oxumağa getmək istəyirdim, din təhsil almağa. Atam dedi ki, qəti icazə vermirəm. Qətiyyən olmaz. Mən də ürəyim istəyir getmək, atam dedi, olmaz, dedim, baş üstə. Bu baş üstə ilə mən nə qazandım, qazandım. Yaxşı işlə sına, günahla yox. Nəcəfə getmək gözəl işdir. Tutaq ki, elm öyrənmək. Elm fəzilətli bir işdir. Amma Allah istəyi ilə atanın sözünü gətirir qarşı-qarşıya. Burada mühüm olan yaxşı işin dalıca getməkdir. Mühüm olan budur ki, mübarizə hardadır, ha tərəfdədir. O mübarizə aparır, istəyinə yox deyir. Çünki elm onun üçün bütdür. Sonra nə olur? Olur oxumamış alim. Oxumamış alim olur. Kitab oxumamış Allah ona elm, bəsirət əta eləyir ki, elə bir dərəcəyə, elə bir məqama çatır. Xeyr iş görmək mühümdür. Bu sözləri öz ürəyinizə yazın. Mən hərdən qorxuram ki, bu həftələrdə biz danışırıq, bir adətə çevrillər. Ki, filankəs orada danışır, biz də qulaq asaq, əla danışdı, məsələn, hələ yaxşı halda, deyək, dağılışaq gedək. Bu sözləri mənə elə gəlir ki, insan başa düşüb, əmələ tətbiq eləməyənə qədər Allahın dinindən bəhr ala bilməz. Bu mənim sözümdür deyə demirəm. Mən çox çalışıram, səy eləyirəm ki, bu yolda vacib olan sözləri danışım. İndi onu Allah qiyamətdə mənə bildirəcək ki, mən düz seçirdim mövzunu, düz lazım olanı danışırdım ya yox, hər halda mən belə düşünürəm. Və bunu yadda saxlayın ki, Allahın bizdən istədiyi yaxşı iş görməkdir. Bunu yadda saxlayın. Allahın bizdən istədiyi mübarizə aparmaqdır. Məqsəd yaxşı işlər görmək deyil, məqsəd mübarizə aparmaqdır.
bizim hər birimizin, burada oturanların və bütün insanların içində ata-anamızdan irs aldığımız yaxşı xüsusiyyətlər var. Elədir? Heç kəs dana bilməz. Ailənin, mühitin bizə verdiyi zəhmətsiz qazandığımız, heç bir zəhmət çəkmədən qazandığımız müsbət keyfiyyətlər var bizim içimizdə. Onu biz zəhmətlə qazanmamışıq. Ata-anamızdan bizə irs gəlib. Zəhmətsiz əldə eləmişik. Kim, bu sözləri deyirəm, vurğu ilə demək istəyirəm, kim bu həddə yaxşı qalıb, o həddə ki, zəhmətsiz əldə eləyib o yaxşılıqları, kim bu həddən o yana gedə bilməyibsə, o böyük hünər göstərməyib. Allahın insandan istədiyi budur ki, məndə olan fəzilətlər ki var, onların sayəsində dindarlıq eləyim, deyim mən yaxşı adamam. Allahın istədiyi budur bizdən. Allah bizə deyir ki, nəsə əldə eləmək üçün mən baxıram, görürəm, bu xüsusiyyəti mübarizə ilə qazanmısan, yoxsa elə əvvəldən belə idin. Mühüm olan budur. Bunu mübarizə ilə əldə eləmirsən bu keyfiyyəti yoxsa yox. Adam var, bir dəfədə söyüş söyməyib. Söyüş söyməmək gözəl bir şeydir. Allah istəyir insanın dili təmiz olsun, söyüş söyməsin. İndi mənim bu söyüş söyməməyimə qiymət vermək istəyirlər göylərdə. Göylərdə baxırlar. Biz insanların ölçüsü ilə oranın ölçüsü fərqlidir. Baxırlar, görürlər ki, mən elə bir mühitdə böyümüşəm, elə bir mühitdə tərbiyə almışam ki, ata-anam, ailəm, mühitim mədəni bir mühit olub. Mən söyüşə dilim heç öyrəşməyib. Heç vaxt söyüş söyməmişəm. Söyüş söymək adətim olmayıb. Belə bir mühitdə böyümüşəmsə, rahat, mübarizəsiz mən belə tərbiyəli oğlan olmuşamsa, ona çox böyük qiymət vermirlər. Söyüş söyməmək demirəm, pisdir, yaxşıdır. Amma qiyməti o qədər də çoxdur. Mən bunu zəhmətlə əldə eləmişəm, yoxsa yox. Məqsəd söyüş söyməməkdir, söyüşü tərk eləməkdir, ilahi tərk eləmişəm. Allah deyir, yox. Baxaq görək ki, bu xüsusiyyəti özün əldə eləmişsən, yoxsa yox. Adam var, namaz qılmır. Belə bir xasiyyəti var ki, əl açıq adamdır. Əl açıq bizdə işlənir də, səxavətdir. Var belə insanlar. Namaz qılmır, səxavətlidir. Kim qapısına gəlir, əli gedir cibinə, ona nəsə verməyə. İndi bu adam namaz qılır, bunun səxavətinin qiyməti nə qədərdir? O qədər də böyüdür. Çünki bunu zəhmətsiz, mübarizəsiz əldə eləyib. Demirəm buna heç nə vermirlər, buna yazırlar nəsə, amma hədəf budur. Hədəf budur ki, bir adam xəsis adamdır, gəlir dinə, ibadətə, özü ilə o qədər mübarizə aparır ki, dəyişir, xəsisliyi çönür olur səxavət. Bax, buna deyərlər iş, bu hünər bundadır. Din bu məsələlərə diqqət eləyir. Din əsasən bu məsələlərə yönəlir. Dinin insan əməlinə verdiyi qiymət, baxanda deyirlər, bu mübarizə bahasına başa gəlib, yoxsa mübarizə aparmadan. Mübarizə ilə əldə olunubsa, qiyməti olduqca çoxdur. Nə vaxt özünə yox demisən, bu mühümdür. Bu çox mühüm məsələdir. Yaxşılıqların arxasında insan gizlənib, elə bilir, din bunu istəyir, bu səhvdir. Din bizdən bunu yadda saxlayın. Təkcə yaxşı adam olmağı istəmir. Dinin əsas istədiyi bizdən budur ki, biz özümüzlə mübarizə aparaq. Bunu da yəqin eşitmişsiniz, mən keçən söhbətlərdə demişəm, Mirzə Cavad ağam Məliki Təbrizi. O, Təbrizli alimdir. İrfan haqda danışanda neçə adamın adı xüsusi qeyd olunmalıdır ki, onlardan biri Mirzə Cavad Məliki Təbrizidir. Onun ustadı da çox böyük alim olub, Hüseynqulu Həmədani, Ayətullah Həmədani. Bu özü danışır, deyir, mən gedirdim bu ustadın dərsinə, bu çox məqam sahibi olan adam, görürəm bunun dərsi, sözü mənə təsir qoymur, heç bir təsir qoymur. Heç bir irəliləyiş yoxdur məndə, mənəviyyatımda, ruhumda, heç bir təsiri yoxdur. Bir gün gəldim ustadın yanına, dedim, ağa, mən neçə ildir gəlib gedirəm sizin dərsinizə, mənim heç bir dəyişiklik özümdə hiss eləm. Bir addım qabağa getməmişəm mənəviyyatda. Elə necə gəlmişəm eləyəm. Deyir, mənə baxdı, dedi, sənin adın nədir? Mən təəccüb elədim. Dedim ki, siz məni tanıyırsınız, mən Mirzə Cavad Məliki Təbriziyəm. Məqsədi vardı soruşmaqda, adın nədir? Dedim, mən Məliki Təbriziyəm. Dedi, o Təbrizli məlikilər var,
səndən bir yerdə oxuyurlar. Onlarla qohumluğunuz var? Dedim, bəli. Onlar bizə yaxın qohumdular, amma bizim aramız soyuqdur onlarla. Onlar yaxşı adam deyil. Mən deyib belə deyəndə mənə baxdı, dedi, o vaxta qədər ki, o məliklərin qabağında təvazökarlıq eləyib, əyilib ayaqqabıların cütləməyəcəksən, səndən heç nə çıxmaz. Sən gedib özü onların qabağında sındırıb, əyilib ayaqqabıların cütləyərsən, sonra mən özüm gəlib sənin sorağıva gələcəm, sənin ayağıva mən gələcəm, mən sənin ustadın. Deyə bu gedir, həmişə gözləyir, axıra qalır, onlarla ehtiram eləyir, hörmət eləyir, əyilir ayaqqabıların cütləyir. Bir müddətdən sonra bu söz Təbrizə gedir, çatır, qohumların arasında, nəsil arasında ixtilaf var, o ixtilaf həll olunur orada. Ustad gəlir, deyir, indi hazırsan. Hazırsan, o hazırsan, gəlir olur Məliki Təbrizi. Gəlir olur Məliki Təbrizi ki, onun kitablarını baxırsan sadə sözlər yazıb, amma insanın o ruhunun dərinliyinə qədər təsir qoyur. Sözü, nəfəsi nə məqam çatıb, nə məqama çatıb onu Allah bilir. Ayətullah Məliki Təbrizi. Bir an mübarizə istəyir Allah. Bu mübarizə çox önəmlidir, çox mühüm məsələdir. Harda nəfsü ayağının altına qoya bilsin, orada insan irəliləyəcək. Bircə dəfə nəfsi ayağının altına qoyur, görsən 50 il ibadətindən, 100 il ibadətindən üstündür. Bir dəqiqədə görsən belə bir dərəcələrə gedir, çatır. Bunu bacarmaq lazımdır və uşaqlıqdan uşaqlara uşaqları bu ruhda tərbiyə eləmək lazımdır. Dini tərbiyə nədir? Biz elə bilirik dini tərbiyə budur ki, uşağa deyək namaz vacibdir, həmd surə belədir, rükû belədir, səcdə belədir. Biz din tərbiyəsi deyəndə elə bilirik ki, uşağı oturub qabağında otuzdurub dindən danışmaq, yəni mən buna dini tərbiyə verirəm. Uşağa dini tərbiyə vermək, uşağa namaz öyrətmək deyil. O namaz davamsız ola bilər. Həvəslə ola bilər, 5-10 günlük ola bilər. Uşağı istəyirsən dindar tərbiyə eləyəsən, uşağa uşaqlıqdan öyrədəsən ki, ürəyin istəyəni eləmək yaxşı işdir. Bunu uşağı başa salasan. Uşaqlarda var, mən istəyirəm. Ona tədricən, yavaş-yavaş başa salasan ki, insan mən istəyirəm məntiqinə yaşamaz. Və bunu uşağa başa salasan. Uşağa başa salasan ki, həyat yəni mübarizədir. Kiminlə? Özünlə. Bəziləri həyat mübarizədir, başqaları ilə mübarizə apar özünə görə. Uşağı uşaqlıqdan başa salır ki, dünya bir meşə kimidir. Güclülər gərək, güclü olasan ki, zəiflər əzəsən. Amma uşağı uşaqlıqdan anladasan, başa salasan ki, həyat mübarizədir, özünlə mübarizə aparmaqdır. Bir böyük alim danışırdı, indi çox böyük alimlərdən biridir. Deyir, bir uşağım da balaca idi. Neçə yaşı var, top oynayırdım. Yaxşıdır da ata hərdən uşağı ilə oynaya. Deyir, top oynayırdım, birdən azan verildi. Azan vaxtı gəldi. Mən deyir, uşağıma dedim ki, mən namaz qılmalıyam da, gedək namaz qılaq. Uşaq dedi ki, yox ata, oynamaq istəyirəm. Dedim, onda eyb yox, sən biraz oyna, mən gedim namazı qılım, gəlim, oyunumuzu davam eləyək. Ondan sonra deyir, məndən soruşdu ki, namaz qılmaq ürəyin istəyir gedəsən, yoxsa oynamağı daha çox istəyirsən, uşaq məndən soruşdu. Deyir, dedim ki, mən də sənin kimi saat topla oynamağı istəyirəm, amma gedirəm namaz qılmaq. Deyir də, oynamaq istəyirsənsə, niyə namaza gedirsən? Deyir, mən dedim ki, ona görə gedirəm ki, bir adam ki, həmişə hər yerdə ürəyi istəyən eləyir, ondan adam çıxmaz. Ondan adam çıxmaz. Ona görə indi gərək buradan qopam səndən. Ürəyim istəyən işi görməyəm. Allah istəyən eləyəm ki, adam olam, insan kimi yaşayam. Deyim, mən getdim, gördüm bu da fikrə getdi. Dedi, onda mən də namaz qılıram. Gəldi, dayandı, namaz qıldı bir yerdə. Ondan sonra deyir, fikir verirdim uşağa. Ən şirin vaxtında oyunun, əyləncənin qopub gəlirdi ibadət eləməyə. Bu belə deyə bilərdi, oğlum namaz meyrazdır, namaz insanın Allahla insan arasında razı niyazdır, namaz müminin meyracıdır, gəl gedək Allahla razı niyaz elə. Onda uşaq deyəcəkdi ki, yəqin atamın dini ilə mənim dinim arasında fərq var. Yəqin bu xüsusi bir adamdır. Amma uşaq görəndə ki, yox, elə atası da bunun kimi. Ürəyi istəyənin əksinə gedir, onda maraq yaranır. Uşaq görəndə atadan, anadan bu rəftarı çox müsbət dəyişiklik yaranır. Uşaq görsə ki, ailədə elə bir ailə yoxdur, orada ixtilaf olmuyor və ixtilaf olmağı da təbiidir.
İnsanlar üzr istəyirəm, başqa varlıqlar deyil ki, hamısı eyni cür olsunlar. İnsanların fərqli düşüncəsi var. Amma uşaq görür ki, ata bir cür düşünür, ana bir cür düşünür. Mübahisə olanda ana dala çəkilir, ya ata dala çəkilir. Ana bir şey istəyir, ata deyir, yox, olmaz. Uşaq görəndə ki, ana başını aşağı saldı, dedi, baş üstə, bundan tərbiyə alır. Bundan öyrənir ki, nəfsə qarşı getmək dərsini öyrənir. Özünlə mübarizə aparmaq dərsini öyrənir. Bu 1000 dəfə, 100 min dəfə namaz haqqında danışmaqdan mühümdür. Ola bilər uşağa ağıl qoyasan, deyəsən filan şeylər yaxşıdır, filan şeylər pisdir. Amma sən nəfslə mübarizəni ona öyrət. Bu mübarizə nəticəsində uşaqların asarını vermirsən ona da, danışmağa ehtiyac olmaz. Bunu uşaq bacarsa, böyüyəndə ondan yaxşı dindar çıxacaq. Onun namazı da yerində olacaq, ibadəti də, yaxşılıqları da. Saatla yaxşılıqları tərif eləməkdənsə, əməli şəkildə göstərmək daha yaxşıdır. Qəzəbli vaxtında qışqırırsan, qəzəbi tökürsən uşağın üstünə, şad vaxtında başına sığal çəkirsən. Uşaq görür ki, mənim atam nəfsinin quludur. Qəzəblənəndə yaxınlaşma. Amma ata keyfinin kök vaxtında doğrudan da uşağı tənbih eləmək niyyəti ilə onu cəzalandırırsa, bu göstərir ki, bu nəfsinə hakimdir. Qəzəbli vaxtında uşağın üzünə gülürsə, bu göstərir ki, ata nəfsinə hakimdir. Yoxsa vay, atam bugün hirslidir, ona yaxınlaşmaq olmaz, mənası budur ki, mənim atam istəyinin, qəzəbinin quludur. Bunların hamısının insan tərbiyəsində olduqca mühüm təsiri var. Çəkilən filmlər, bəzən deyilə dini film. Dini film məqsəd budur, imamların, peyğəmbərin həyatını çəkəsən. Bir dənə qəhrəman çəkəsən ki, öz nəfsi ilə mübarizə aparıb nəsə əldə eləyib. Bunu çəkəsən, təbliğ eləyəsən insanlar üçün. İnsanlar, gənclər üçün bu insanlar nümunə olsun. Vacibdir orada hədis deyilsin, ayə deyilsin, vacibdir. Əsas budur ki, insanlar başa düşsün ki, adam kimi yaşamaq, yəni özünə yox deməyi bacarmaqdır. Bu olduqca mühüm məsələlərdir. Ona görə də dindarlığın əsas məharəti özünlə mübarizədir. İnsanın mübarizəsiz yaxşılığa yetişməyi mümkünsüzdür. Mübarizə içində nə qədər gözəlliklər var. Mən sözümü yavaş-yavaş tamamlamaq istəyirəm. Bir neçə hədis deyəcəm və bir neçə hekayə istəyirəm danışam qısa şəkildə. Deyirlər, insan özünü gərək haqq hesaba çəksin. Eşitmişsiniz də. Kim hər gün yatmamışdan əvvəl, hədisdə var, İmam Musa Kazım əleyhissalam buyurur. Kim hər gün yatmamışdan əvvəl özü ilə haqq hesab aparmasa bizdən deyil, biz əhl-i beytdən deyil. Bu haqq hesab nə mənadadır? Axşam deyək ki, mən filan yaxşılıq elədim, filan namazı qıldım, məscidə getdim filan. Bu yox, axşam hesablayanda buna mühüm diqqət eləyin. Günün hansı məqamında mən özümə yox dedim. Bax, budur, qiymət bundadır. Harda bir nəfər gəldi mənə acı söz dedi, üzünə güldüm. Bax, bu məqamdadır, qiymət bundadır. Bəzən biz əxlaq ustadı oluruq. Bizi bir qəzəbləndirir, çönür ona ağıl verir ki, adam belə iş görməz, insan əslində biz əxlaq ustadıdır. Öz qəzəbimizi nəsihət ünvanı ilə onun üstünə tökürük. Adam var, söyüşlə tökür. Biz indi biraz ondan bir pillə yuxarı yox, ədəblə qəzəbimizi, nervimizi onun üstünə tökürük. Nəsihətlə. Amma o məqam ki, istədim, eləmədim, axşam yatanda, gör gün ərzində neçə dənə belə yer oldu ki, istədin, eləmədin. Bax, bu sənin gün ərzində qazancındır. Mühüm olan yaxşı iş görməkdir. Mühüm olan özünə yox deməkdir. Bununla insanın dəyəri, qiyməti müəyyən olunur. Və mən xəcalət çəkirəm bu sözü danışmağa, çünki biz bunu bacarmırıq, bacarmadıq, təəssüflər olsun. Bunu mən bacarmadımsa siz ruhdan düşməyin ki, bacarmayan insan danışır. Siz bu sözlərə baxın, sözü danışana yox. Bu sözlərə diqqət eləyin. Bu sözlər çox vacib lazımdır sizlər üçün. O məqamlar var həyatımızda, gün ərzində, elə yerlər var ki, göylərin diqqəti bizə cəlb olunur ki, indi neyniyəcək? Bax, onda bizim müqəddəratımız təyin olunur. Söz gəlib deməyə qəzəbliyəm, kiminsə qeybətini eləyəcəm. Söz gəlib deməyə, deyirəm, yox, deməyəcəm. Bax, onda göylər bizə diqqət eləyir. Baxır ki, indi neyniyəcək? O bir anın içində dedimsə, yox, eləmirəm, ürəyim istəyəni yox.
Allah istəyəni danışıram. O bir anın içində göydən bir qapı açılır. Mənəviyyat seli gəlir bizim ürəyimizə daxil olur. O sel heç bir ibadətlə ələ gələn bir şeydir. 1000 rükət namazla bəlkə o qədər fəzilət əldə edə bilməzsən. Nə qədər Quran oxumaqla bəlkə o qədər nur əldə edə bilməzsən. O nuru mübarizə ilə əldə edirsən. Anlar var həyatda, anlar. Bəzən bir an mən görmüşəm kitablarda. Bir an necə adamın müqəddəratını dəyişir. Dünən axşam mən oxuyurdum. Hacı Şeyx Həsən Əli Noxudəki, belə bir alim eşitmiş olarsınız. Bu adamın bir ustadı var. Adı Təxti Fuladıdır. Onun ustadıdır. Bu Təxti Fuladı kim olub? Yazırlar ki, ömrünün cavan vaxtını əyyaş bir dənə gənc olub. Əyyaş. Eyş, işrət, günah içində boğulan bir cavan olub. Yəni şəhərdə deyərsən günahla kim məhşurdur? Günahkarlıqla, quldurluqla, pozğunluqla bunu göstərərdilər. Bir gün deyir, gedib dostları ilə şəhər qırağına öz fəsad işləri üçün, günah işləri üçün. Bir dənə də qoca kişi keçir bunların yanından, dillə fürsəti əldən verməyək də, günahdır, qoy buna da bir söz ataq. O kişiyə nalayiq sözlər deyirlər, məsxərə eləyib gülürlər. Ağsaqqal kişidir, gedir. Deyib, başına aşağı salır, kişi heç nə danışmır. Keçir, gedir bunların yanından, bunlar da gülürlər, onu ələ salırlar. Amma deyir, çönür bir dənə buna baxır, deyir ki, çox cavansan, heyf cavanlığınla. Heyf cavanlığınla deyib gedir, bu da bir-iki addım gedir, dayanır. Bir-iki addım gedir, dayanır. Dostlarına deyir, mənə üzürlü sayın, qayıdır, gedir o kişinin yanına. 2 gün deyir onunla qalır bir yerdə o kişi ilə. Ondan sonra bir müddət sonra o Təxti Fuladı bir dərəcəyə gəlir, çatır ki, deyir, alimlər növbəyə dayanırlar, saatlarla gözləyirlər ki, 10-ca dəqiqə bunu görək, nəfəsi bizə dəysin ki, bizi dəyişsin. Görsən, bir anın içində insan, görsən, tamam taleyi dəyişir. O boyda Arifin ustadı olur bu, küçənin ən avara adamı. Bir anda görürsən müqəddarat dəyişdi. Ayətullah Təbətəbai deyir, Suyutidən imtihan verirdim, verə bilmədim. Ayətullah Təbətəbai, Əllamə Təbətəbai. Cavan idim deyir. Müəllim baxdı dedi, özü də var elədim, məni də. Pərt oldum deyir. Ürəyim sındı, çıxdım şəhərdən, getdim bir təpənin üstünə çıxdım. Allaha dedim, ilahi mənim avrım gedir, mən oxuyuram, yadımda qalmır. Necə dedimsə Allaha, neynədimsə deyir, o anda özümdə qabiliyyət hiss elədim. Gördüm ki, elmin qapıları mənim üzümə açıldı. Bir həftə sonra həmin o Suyutiyə şərh yazdım, haşiyə yazdım. O şey ki, bugün başa düşmür, bir anın içində Allahın xüsusi nəzəri ilə görürsən ki, gəlir elə bir elmi dərəcəyə gəlir, çatır. Elə bir məqama gəlir, çatır. Bu nəyin nəticəsindədir? İnsanın özünə yox deməyi. Bu misallarda yox, bu misallarda yox. Bu misallarda onu demək istədim ki, insan bir anın içində dəyişə bilər. Amma insanın dəyişməyi üçün ən çox ehtimal olunan an o andır ki, insanın içində mübarizə yaranır, bir işi görmək istəyir, deyirsən, yox eləməyəcəm. Bax, bu yox eləməyəcəm ibadətdən üstündür, namazdan üstündür, orucdan üstündür. Orucun bütün qiyməti bundadır ki, deyirəm, yox yeməyəcəm, yox içməyəcəm. Bu yox deməkdədir ki, Ramazan ayda yaxınlaşır da, bu yox deməkdədir ki, Allah deyir, orucu seçdim bütün ibadətlərdən. Oruc mənim üçündür. Çünki oruc ancaq yox deməkdir, orucda hə yoxdur. Orucda əmr yoxdur, oruc eləmə deməkdir. Yemə, içmə, danış, məsələn, filan sözü danışma, Peyğəmbərin adından yalan danışmaq, ancaq eləmə. Eləmənin içində çox böyük qiymətli dəyərlər var. Ki, mən bir neçə hədislər yazmışdım, icazə verin ki, o hədisləri oxumayım, çünki vaxtınızı çox almış olaram. Sözümün nəticəsi olaraq Allah nəsib eləsə gələn həftə bu bəhsi davam eləyək. Burada çox maraqlı, yəqin ki, sizə və bizə hamımıza lazım olan nöqtələr var. İnsanın dindar olmağı üçün onun məharətinə ehtiyac var. O məharətlərdən birincisi Allaha və lazım olan şeylərə diqqət eləməkdirsə, ikincisi insanın istəklərinə yox deməyi bacarmağıdır. Bu bacarığı özünüzdə tərbiyə eləyin. Xüsusən gənclər nə qədər cavandılar, bunu eləyə bilsinlər ki, hərdən bir desin, yox eləmirəm. Bu yox eləmirəm çox qiymətlidir. Axşam da hesablayanda o nöqtələri həyatınızda qırmızı
İşarə ilə qoyun ki, filan yerdə demək istədim, demədim. Getmək istədim, getmədim. Baxmaq istədim, baxmadım. Yatmaq istədim, yatmadım. Yaxud yatmaq istəmədim, yatdım. Bunların hamısı insan üçün çox önəmli məsələlərdir. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbike venhar. İnne şani'eke huvel ebtar. Sadakallahul aliyyul azim.